bir insan özünü niyə bar yerdə saxlamalıdır? Bir insan özünü niyə hasarlar arxasında gizlətməlidir? Bir insan özünü niyə böyük çərçivələrdə, niyə kameralar altında özünü qorumalıdır? Bu qorunma refleksi birbaşa insanın özünün natamamlıq kompleksindən, qorxudan irəli gələn bir məsələdir. Azad deyilsən. Düşüncən azad deyil, əxlaqın azad deyil, durumun azad deyil. Hətta dəqiq ad da qoya bilərik, güvənsizlik kompleksi. Güvənsizlik kompleksi odur ki, insan birinci bilgisinə güvənmir. İkinci, öz şəxsiyyətinə dəyər vermədiyinə görə onun başqaları tərəfindən yanlış dəyərləndirə biləcəyindən qorxur. Məsələn, elə insan var ki, öz şəxsiyyətinə o qədər güvənir ki, başqasının rəyi onun üçün bir dəyər, əhəmiyyət kəsb eləmir. Və bu məşhur fransız bir esse ustası var, filosofu, Alenin bir gözəl sözü var. Deyir ki, əxlaq qonşuda olan deyil. Əxlaq özünüzdəki olan, özünüzə aid olandır. Bizdə əxlaq qonşuda olana aiddir. Özümüzə aid olanı biz əxlaq kateqoriyasından çıxarmışıq. Özümüzü mühakimə etmə anlayışı yox. Biz qəsrləri aşağı bilmirik. Biz öz komplekslərimizi aşağı bilmirik. Və bunu müəyyən dərəcədə özümüzün uydurduğumuz bir əxlaq çərçivəsi kimi götürürük. Amma əslində bu əxlaq da deyil. Amma danışan insanın səmiyyətini də görə bilirsən, qabındakı, deyək ki, tutumu da görə bilirsən, bilgisini də görə bilirsən. Ona görə biz insanı danışdırmadığımıza görə, biz insan dinləmədiyimizə görə, üstəlik də insan o danışılan da biraz dedikodu janrına uyğun gələn, deyək ki, qeybət, vaxt öldürmək üçün danışılan insandan söhbət getmir. Vaxtı dəyərləndirən insandan söhbət gedir. Bizdə bütün həyatımız çox vaxtı öldürmək üzərində qurulub. Vaxtı necə, istirahətimiz də vaxtı öldürmək üzərində qurulubdur. Amma biz vaxtı necə qazanaq anlayışı ilə həyata baxışımız olsa, onda heç vaxt deməyəcək ki, filan şeyə vaxtım çatmadı, oxumağa vaxtım yoxdur, hansısa bir idmana vaxtım yoxdur. Bu məsələlər hamısı bizim bir bəhanələr kompleksini formalaşdır. Ona görə də biz bu qəsrlərdən çıxmalıyıq.